kimlər üçünsə ümumiyyətlə vergi güzəşti qanunvericilikdə nəzərdə tutulubmu, yoxsa vergi ilə hamı üçün eyni qaydada tətbiq mi olunur? Təbii ki, vergi qanunvericiliyində bəzi kateqoriya şəxslər üçün vergi güzəştləri nəzərdə tutulub. Məsəl üçün, şəhid ailəsi statusu olan şəxslərə münasibətdə onların əsas iş yeri üzrə aldıqları əmək haqqının 800 manata qədər hissəsi vergidən azaddır. Və yaxud vətən müharibəsi qəhrəmanları, Azərbaycan Respublikasının milli qəhrəmanları, sosialist əməyə qəhrəmanları, Sovet İttifaqı qəhrəmanları əldə elədikləri gəlirlərin 400 manata qədər hissəsi vergidən azaddır. Və yaxud orqanizmin funksiyalarının 61 və yaxud 80% və yaxud 81 və 100% hissəsində pozulmasından bağlı müvafiq şəxslərə qulluq göstərən şəxslərin əsas iş yeri üzrə aldığı əmək haqqı 200 manat hissəsində vergidən azaddır. Çernobıl ailəsində qəza nəticəsində öz sağlamlığına müəyyən zərər gəlmiş şəxslər var, Əfqanistan döyüşçüləri var və yaxud da vəfat etmiş hərbi qulluqçuların valideynləri var ki, bu kateqoriya şəxslərin də əmək haqqından tutulan vergiləri 100 manat hissəsində vergidən azaddır.